Salam değerli izləyicilər. Hazırda həbsdə olan eks-icra başçılarından yalnız biri amnistiyaya düşür. Söhbət hansından gedir? Diqqətinizə çatdıracağım. Artıq bir neçə gündür prezidentin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına başlanılıb. 20 min nəfərə şamil edilən bu akt əsasında təkcə 5 minə yaxın məhkum cəza çəkmə müəssisələrindən azadlığa buraxılacaq və içəridəki eks-icra başçılarından yalnız Neftçalanın sabiq icra başçısı İsmail Vəliyev amnistiya aktından faydalana bilər. Ona görə ki, İsmail Vəliyevin çəkilməmiş cəmi 4 ay müddəti qalıb və amnistiya aktında yazılır ki, ağır cinayət törətməkdə təqsirli bilinən şəxs ilk dəfə məhkum edilibsə, 6 aya qədər çəkilməmiş cəzadan azad edilə bilər. Bunu nəzərə alsaq, yaxın günlərdə İsmail Vəliyev də azadlığa çıxa bilər. Uzun illər Neftçalanın icra başçısı işləmiş İsmail Vəliyevin müavini Gültəkin Sadıqova da eyni əməllərə görə onunla birgə məhkum edilmişdi və 2 gün əvvəl amnistiya aktı ilə azadlığa çıxdı. İcra başçısı işləyərək sonradan həbs edilən William Hacıyev, Mahir Quliyev, Namiq Zeynalov və Alim Paşa Məmmədova isə amnistiya aktı şamil edilmir. Çünki onlar həm xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinib, həm də cəza müddətlərinin çoxunu çəkməyiblər. Bu yaxınlarda həbs edilən Musa Şəkiliyev və İslam Rızayevin cinayət işi isə hələ ki ibtidai istintaq dövründədir. Qeyd edək ki, Ədliyyə Nazirliyi amnistiya aktını 4 ay ərzində icra etməlidir.